İtalyan sayağı çimdiyi hazırlayacağım. Çox asandır. 5 dəqiqə vaxtınızı aparacaq. Cəmi cümlətanı 4 məhsul lazımdır. Yumurta, qoz, şəkər tozu və şəkər pudrası və 5 dəqiqə vaxtınız. Başlayaq. Deməli 350 qram qozu blenderdən keçirib toz halına salırıq. Kimin əlinin altında qoz yoxdursa fındıq ola bilər, badam ola bilər, püstə ola bilər. Yəni əlinizin altı nə varsa o olar. Yəni vacib deyil ki, tək qoz olsun. Hamısından qarışdıra da bilərsiniz. Amma 350 qram mütləq olmalıdır. Blenderdən keçirdik. Üzərinə 2 yumurta ağı əlavə edirik. Armudu stəkanda 1 stəkan şəkər tozu. Bunları yaxşı-yaxşı qarışdırırıq. Nə az, nə çox tökməyin ki, alındıra bilərsiniz. Çox olanda da alınmır, az olanda da alınmır. Bunları yaxşı-yaxşı qarışdırırıq. Yaxşı-yaxşı qarışdırırıq. Sonra qoz boyda topalına salırıq. Şəkər pudrasına batırırıq. Sonra bir çimdik atırıq. Çimdik belə çimdik atdı. Bu 350 qram qozdan gör nə qədər qəşəng şirniyyat alındı. Əziyyət çəkmədən, oturduğun yerdə. Sonra bunu 10 dəqiqə qızdırılmış sobada 180 dərəcədə pişiririk. Çimdiklərimiz də hazırdır. Çox ləzzətli, çox asan, çox da vaxt aparmayan İtalyanski çimdik. Əllərimə sağlıq, nuş olsun.